Salam hörmətli izləyicilər, gördüyünüz kimi Bakı yenə qarın altında qalıb və Hacı Bala müəllimin ağır texnikası iş başındadır. Yol təmizləyən texnika, Almanya texnikası həmişə kimi göz qabağındadır. Bütün gün televiziyalarda basıb bağlayırlar ki, bizim ölkəmiz qışa tam hazırdır. Yollarda qar təmizləyən maşınları, texnikaları var. Həmin maşınlar, texnikalar güya Almaniyadan gətirilib. Budurmu Almaniyadan gətirilən ağır texnika? Gördüyünüz bu mənzərə çox ağır və biabırçı mənzərədir. Niyə? Çünki bu yaşlı qadınlara 100-120 manat pul verib onları ucuz işçi qüvvəsi kimi işlədirlər. Yaşlı xanımlara aid olmayan işi gördürürlər. Azərbaycan hökumətinin vətəndaşına verdiyi qiymət bax budur. Çünki hər il idman yarışmalarına xaricdən gələn turistlərin şotunu bizim hökumət verir. Amma öz vətəndaşın qayğısına qalmaq istəmir. Ha, briqadir. Yox, mən sizdən elə soruşum ki, ay bibi, bax, bizdə Alman deyirlər, qar texnikalar, o yığışdıran texnikalar var. Onlar niyə istifadə eləmirlər? Bizdə elə bir şey yoxdur. Yoxdur bizdə. Yoxdur. Bəs bütün günü deyirlər ki, bizim ölkəmiz qışa hazırdır, texnikalarımız var. Hazır, bizdə elə bir şey yoxdur. Bizdə bir dəqiqə elə bir şey yoxdur. Yoxdur, bəs bu əziyyətdə, bu yaşlı xanımlara Əllə bunu... işləyirik. Əllə işləyirik. Mənim maraqlıdır ki, bu Nəsimi İcra Hakimiyyəti baxır da yəqin buna. Nəsimi İcra Hakimiyyətində bir dənə kişi yoxdurmu, ya kişi işçilər yoxdurmu bu işi? Bir də kişimiz vardı da o da daha. Ailə başçısı yoxdur, özümün ailə başçım yoxdur, çətin yeni dolanır. Kim hara çağırır, ora gedirəm 5 manat, 2 manata görə. Dolanışığım yoxdur, imkanım yoxdur. Bəs siz İcra Hakimiyyətinin nümayəndəsinə demişsinizmi ki, biz bu yəni havada düzgün deyil axı yaşlı qadınlar. Niyə özü zəng eləyib çıxın işləyin. Özü isti kresloda oturur yəni. Hə, özü bura oturum orada. Görünən odur ki, Bakı qışa hazır deyil. Bu sadəcə yuxarıdakıların uydurduğu miflərdir, uydurduğu nağıllardır ki, bizim Alman texnikalarımız var. Heç bir texnika yoxdur. Çünki o maşınlara ayrılan pullar yeyilib, həmin məmurlar isə o pullara özlərinə villalar, maşınlar alırlar. Bu qədər. İndi isə hörmətli izləyicilər, sizi o Alman texnikası dediyi əşya ilə tanış eləyəcəm. Xahiş edirəm. Bir dənə buna baxaq. Bax, Azərbaycanın Alman texnikası bundan ibarətdir. Taxtanı vurublar mismarla bura və salam. Buyur. Biz işimizlə fəxr edirik ki, biz bugünkü gündə Azərbaycan Respublikasına xidmət edirik. Möhtəşəm, möhtəşəm. Ən dəhşətlisi odur ki, bu boyda işçiyə bir 10 dənə işçiyə bir dənə lapatka verilib. Yəni idarələrdə lapatka belə yoxdur. Qardaş, nə Alman texnikasından danışırıq biz. Biz də Alman texnikası olduk da.